Artıq həkimlik mənim üçün bir həyat tərzinə çevrilib. Sanki özümdən asılı olmadan, hansısa bir günü xəstə ilə məşğul olmayanda, hansısa bir əməliyyat eləməyəndə elə bilirəm ki, həmin gün boş keçib. Bu artıq mənim üçün əvvəl bir ixtisas idisə, can atırdım onu qazanmaq. Bugün artıq mənim üçün bir normal həyat tərzinə çevrilib. En çok yorulduğunuz ama buna değerdi dediğiniz an hansı olub? O qədər demək olar ki, o anları saymaq qeyri-mümkündür. Ağır vəziyyətdə gətirilən xəstələr, xüsusilə demək təcili gətirilən xəstələr, mən təxminən bir 15 ilə yaxın o vaxt ki, Musa Ağayevəndə klinik təcil tibbi yardım xəstəxanasında işləmişəm. Respublikada, xüsusilə də Bakı şəhərində olan bütün ağır xəstələr ora gətirilirdi. Yəni təcili müdaxilə tələb edən xəstələrin ki, əməliyyatından sonra bəzən elə olub ki, mən indiyə qədər heç vaxt yadımdan çıxmaz, bir anası ilə bir yerdə bir qız uşağı 9 yaşında qəzaya düşmüşdülər, maşının yanından vurulmuşdu. Qız çox ağır bir travma almışdı. Yay vaxtı idi, təxminən iyul-avqust ayları idi. Mən də növbədə idim. Saat 10-11 arası xəstəni gətirib çıxartmışdılar. İndiyə qədər yadımdadır, saat 11-də əməliyyata başladım. Mən bir də başımı qaldıranda gördüm ki, artıq yayda cəmaət artıq işə gəlir. Təsəvvürün ki, saat 8-də işləyirdi. Yayda olduğuna görə gün tez işlanmışdı. Ən uzun çəkən əməliyyatım da təxminən 9 saata yaxın o əməliyyat olmuşdu. O xəstənin sifəti tamamilə yararsız hala düşmüşdü, daxili orqanlarına qaraciyər partlamışdı, dalaq partlamışdı, bağırsaqlarından travma almışdı, qolu sınmışdı, ayağı sınmışdı. Demək olar ki, onun hamısını təxminən 9 saat ərzində yekunlaşdırıb, başımı qaldıranda ki, artıq işçilər yavaş-yavaş bir-iki işə gəlir. Mən gecə necə keçdiyinə xəbərim olmamışdı. Şükürlər olsun ki, yəni demək olar ki, təkrari, korreksiya edici onun sifətinə bir əməliyyata da ehtiyac olmadı. Hər şey çox uğurla alındı. Xəstə sağaldı, amma belə hallar sayısız hesabsız olur, yəni saymanla qurtarmaq. Təbii, o xəstə sağalanda, sonraki günlər o heç bir köməksiz və əlinə də bir şokolad karabkası ilə gələndə ki, həkim çox sağ olun, məni sağaltdınız, o əvəz edilməz hissələrdir. Yəni belə xəstələrimiz çox olub. Həkimlərin en çok gecə yuxusuz qaldığı anlar hansılardır? Burada həkim kimi gecə yuxusuz qaldığım anlar deyəndə ağır xəstəni əməliyyat eləyib, yəni narahat evə gedəndə demək olar ki, yəni mənim üçün yatmaq bir növə bir xəyaldır. O qədər ayaq yatıram ki, sanki hiss eləyirəm ki, mən elə bu dəqiqə xəstənin yanındayım, onun şikayətlərini, zarıltısını, yaxud da ki, başqa bir əlamətlərini hiss eləyirəm. O dərəcədə ayaq yatıram. Yəni, demək olar ki, yata bilmirəm. Tezdən artıq zəng eləyib, xəstənin o dinamiki göstəricilərinin stabilliyini işləndə elə ki, sanki rahatlanıram. Belə bir məşhur sözlər var. Kasıb mərd olar, qoca arif olar, alim təvazökar olar, əskər igid olar. Maraqlıdır, bəs həkimlər necə olar? Ortaq bir formula var. Belə deyim də, həkim hər şeydən öncə birinci yaxşı insan olmalıdır. Həkimlik oxuyub, həkim olmaq olar. Kitabları oxuyursan, tibb universitetine daxil olursan, uzun illərə kitabları oxuyub yaxşı həkim ola bilərsən. Amma hər şeydən öncə yaxşı insan olmalısan. Əgər həkim xəstənin də belə deyək də, o dərdin özündə hiss eləməzsə, onun dərdinə çarə tapa bilməyəcək. Onun üçün də birinci hesab edirəm ki, yaxşı insan olmalıdır ki, onun həkimliyi də yaxşı bir effektiv nəticə versin.